Qarayeva Seylan Mirzə Hüseyin qızıdır. Özüm birinci qrup əliləm, özüm sahibsizəm. Şikayətiniz nə ilə bağlıdır? Şikayətim ondan bağlıdır ki, 2018-ci ildə hər zaman iynədarman altındayım. 2018-ci ildə cənab prezident məktub ünvanladı. Məktuba əsasən mənə bu torpaq ayrıldı. Bəs icra başçısına himayə verildi ki, xanım dərmanlarını ara bilmədiyinə görə, xanımın yaşayış yeri olmadığına görə bu torpaq da xanıma ev üçün ayrılsın. Ayrılsın. Ayrılandan sonra gəldilər, bələdiyyə tərəfindən gəldildi, ölçüldü, biçildi. Hal-hazırda bu torpağı görürsünüz. Sağında da çıxarış var, solunda da çıxarış var. 7 ildir mən bu torpağın çıxarışını ala bilmirəm. Əmlak komitəsi deyir, torpaq bələdiyyədədir, İlqardadır. Çıxarışı o verməlidir. İlqar deyir ki, əmlak fevralın 14-də Ədliyyə Nazirinin qəbulunda oldum, Fərid Əhmədovun qəbulunda. Və söylədim ki, buna aydınlıq gətirmək lazımdır ki, nəyə görə bura kənd təsərrüfatı sayılır bu 5 sota. Sağında da çıxarış var, gördüyünüz kimi ev tikilib, yaşayış var. Solunda da çıxarış var, gördüyünüz kimi ev tikilib, yaşayış var. Hansı səbəbdən bunu bu cürünə mənə eləyirlər? Çünki sahibsizəm, gözləyir ki, Seylan xanım öləcək və torpağı özüm mənimsələyəcəm. İmişli regionuna tapşırıldı, Fərid müəllim tapşırdı. İmişli regionunun 5-ci günü Rafik müəllim məndən deyir ki, mən söylədim ki, çəkiliş gətirəcəm. Söylədi ki, bizim adımızı tutmayacaqsan, Fərid Əhmədovun adını tutmayacaqsan, prokurora qədər bilir, prokurorun adını tutmayacaqsan, İlqarın adını tutmayacaqsan. Onda bu torpaq hardadır? Soruş İlqar müəllim, mənim sərəncamımı verir, cənab prezident sərəncam verib, onu verginən. Mənə söyləyir ki, sərəncam yoxdur. Sərəncamı verə bilmərəm, itib. İcra hakimiyyətindəki sərəncam istəyirəm. Yoxdur, itib. 2 gözümün ikisi də tutulub, məndən pul istəyirlər. Məni 7 ildir, ayda 150 manat mən yol pulu verirəm. Ayda 150 manatı söyləyirəm ki, dərmanlarıma verərəm. Nə üçün mən yol pulu verirəm? Deyir, torpağın dərmanlara nadiyyəti. Bu başa düşmür ki, mən 150 manat, gündə 5 manat yol pulu verirəm. Bu başa düşmür ki, 5 manatı mən bir dərmanıma verərəm. 150 manat eləyir, 30 gündə 150 manat eləyir. Beləçivar rayonunun mərkəzi xəstəxanasının acil şöbəsində hər gün iynə dərmanlarımı vurduram. Özümün durumum ağırdır. 5 dənə onurğa sınıb, 5 dənə onurğada qırıq var. Hal-hazırda gördüyünüz kimi belliklə yaşayıram. Gözümün biri saf sim tutulub, birini isə əməliyyat olunub. İndi bu saat nə müalicə almaq üçün imkanım var, nə kontrola getmək üçün imkanım var. Belə müraciətiniz, xahişiniz kimədir əsasən? Əsasən mən cənab prezidentdən istəyirəm, xahiş eləyirəm. Hörmətli prezident, mənə sahibsiz deyirlər. Sən vermirsən bunları. Xahiş eləyirəm, artıq dərəcədə bu torpağı neyniyib, bələdiyyə neyniyib, yoxsa əmlak komitəsi neyniyib? Abbasov İlqar. Abbasov İlqar məni 7 ildir bu sərgəndar eləyib. Sizin sərəncamınızı neyniyiblər, gətirsinlər, versinlər. Xahiş eləyirəm, tələb elə. Nəzarət edilməkdə az saytının izləyiciləri, biz bu günləri Biləsuvar rayonunda bələdiyyə öz başlanılığı ilə məmur öz başlanılığına yenə çox təsvir oldu ki, rastlaşdıq. Bələdiyyə son olaraq nə deyir sizə? Bələdiyyə son olaraq mənə izah elədi ki, pulunu köçürt, ondan sonra get çıxarışını al. Əmlak komitəsi sənin çıxarışı o hesabdan vermir. Biz sənin torpağa dəyməmişik, torpağın oradadır. Hal-hazırda mən üzümü tutub cənab prezidentə götürəcəm. Hal-hazırda 1-ci qrup əliləm, orada-burada yaşayaram. Yaşayış yerim yoxdur. Dərmanları almağa imkanım yoxdur. Dərmanlarımı polis rəisi Nəsim Məmmədov alır hal-hazırda. Belə əmlak komitəsi olar, belə bələdiyyənin dəfələrlə müraciət edir. Nazirlikdən gələn nümayəndələrlə görüşürsən? Bəli. Tapşırıq verilir, sadəcə olaraq icra olunmur. İcra olunmur. Ədliyyə Nazirinin Fərid Əhmədovun qəbulunda olmuşam 2025-ci ilin fevralın 14-də və tapşırıq verib ki, xanımın çıxarışını verin,
Bu günə qədər də Rafiq müəllim mənə söylədi ki, 5-ci günü Seylan xanım, sənin nə mənim adımı tutma, nə İlqarın adını tutma, nə prokurorluqda olmuşam prokurorun adını tutma, nə bir heç kimin adını tutma. Sən get əmlak komitəsindən sən nədir? Çıxarışı götür günən. Necə götürüm? Hal-hazırda söyləyəndə ki, torpağa mən yaxın getmək istəyirəm. Çünki mən evdən gələ bilmirəm. Başqa yerlərdə qalıram. Evdə halım pis olur. Oradan 10 manata taksi məni gətirir. Yəni birinci qrup əlil olmağa Birinci qrup baxmayaraq səndən pul tələb edirlər. Bəli, məndən pul istəyirlər. Əsasən səndən pulu kimlər istəyir? Gördüyünüz kimi İlqar müəllim dedi, büdcəmə pul daxil olacaq. Çünki yəqin ki, pulu keçirsin. Tapşırıqlara baxmayaraq. Tapşırıqlara baxmayaraq bu günə qədər də mən əvvəldən də söyləmişəm, pula görə mənim çıxarışımı vermirlər. Cənab prezidentdən bir sahibsiz kimi, birinci qrup əlil kimi xahiş edirəm. Mən Bəhrami Əfruz Novruz qızı. Ləsvar rayon vətəndaşıyam. Mən bir insan kimi Cənab prezidentdən çox xahiş edirəm. Mehriban xanımdan. Bu kimsəsiz qıza kömək eləyəsiniz. Ona görə ki, bu Azərbaycan vətəndaşıdır. Bizim bacımızdır, bizim anamızdır, bizim borcumuzdur buna kömək eləmək. Mən bir sığınacaq, vallahi verən vətəndaş deyirəm, amma istəyirəm ki, o mənim yanımda otursun, dursun, yaşasın. Bu qız isə özü üçün sığınacaq istəyir. Çünki bu qız birinci qrup əlildir, vəziyyəti də yaxşı deyil. Bu hardansa tək pensiya ilə gedib ev ala bilməz. Bu qız üçün çətin olar bu. Pensiya ilə müalicə olunsun, iynə dərman alsın, nə bilim, əyinbaş alsın. Hələ əyinbaşı o tərəfə qoyaq. Bu çox vacib deyil. İnsan üçün birinci şərt can sağlığıdır, sağlamlıqdır. Harasa, nə bilim, gedib özünü yoxlatdırmaq, müalicələrə getmək. Əsasən çox vaxt bu qız Bakıya müalicəyə gedir. Arzu edirəm. Bu kimsəsiz qıza, kim kömək eləyirsə, Allah özünə kömək olsun. İndi, vallahi, Azərbaycanın prezidenti çox, möhtərəm prezident çox səlahiyyətli insandır, çox uzaq görən insandır. O xalqa yaxşı kömək eləyir. İmkansız ailələrə kömək eləyir. Nə bilim, evlə, yerində olmayan məmurları evlə, birinci qrup əlili incidir. Evlə, nə bilim, nə ilənsə xalqa kömək eləyir. Amma Biləsuvar rayonda özbaşınalığı hökm sürür. Bizim bu rayonda məmur özbaşınalığı çox güclüdür. Mümkün deyil. Ümumiyyətlə yaşayış Biləsuvarda mümkün deyil. Harasa gedirsən, harasa əl atırsan, kimdənsə kömək istəyirsən, sənə kömək əvəzinə əli kəsirlər. Axı, belə şey olmaz. Birinci qrupun əlinin güclü kömək ehtiyacı var. Bu qıza möhkəm kömək lazımdır. Xahiş edirəm aidiyyət təşkilatlardan. Mən Əsgərov Mehdi Səfəroğlu, Biləsuvar rayonundanam. Mən də aidiyyəti qurumlardan xahiş edirəm ki, Seylan xanıma, onun öz qanunu verilmiş torpağı var. O da istəyir ki, birinci qrup əlildir. İstəyir ki, o torpaqda özünə bir yurt qura. Sizdən çox xahiş edirəm, o torpağı ona verəsiniz.